Ay Rüstəm, bax, bu heyratı satdın, dedin, apar 2-3 ay, bax, yaxşı kökələcək. Bu yiyir də, içir də ki, bu kökəlmir, nə qarım mən? Ay Rüstəm, heç nə demirəm, işin ondan da olmasın, ay Rüstəm. Bunu mənə satdın, yazıq adama, bax, mənlə nə etsiniz, biri yumurta verir, içindən, nə bilim, qərəbə, bəcər bir heyvan çıxır. Biri, nə bilim, şey verir, pişik verir, pişik üstü olub tam verir. Mənim başıma, mənlə nə etsiniz, İndi də sən bax, ay Rüstəm, veribsən bu xoruzu ki, apar, bax, heyratıdır, qəşəng sortdur, kökələcək. Bunu yedizdirir, amma qıblası gündən qoruyur bu. Bu üzlə baxırsan, o yüz görsənir. Mən bunu nə ilə döyüşdürüm, nə qarım? Bax, hər şeyim belə deyil. Instagramda da 3.4 milyon adam girib səhifəmə baxır, heç 1 milyonu takip eləmir. Nə biləm, bütün nervlənirəm. Nəysə. Heç nə. Sən də bir anda orta, sən Allah, sən də görəndə nervlənirəm. Rüstəmin başı dişar, işlə demirəm.